məxluqu xaliqə bənzətənlər əsas iki qrupdur. Bir sufilərdir, bir də rafisilər. Sufilərdə olan övliya inancı ki var, vəli inancı, Allahın dostları. Rafislərdə olan imamiyyə etiqadı. Bu iki etiqad məxluqu xaliqə bənzətməyə qulluq edən iki etiqaddır, iki inancdır. Məsələn, sufilər deyir ki, övliyalar və ya rafislər, imamlar haqqında deyir, hər yanda hər kəsə eşitir. Məsələn, mən oturmuşam burada deyirəm ki, ya Həsən, ya Ali, deyirlər ki, sənə eşidir o. Yaxşı, Fransada olan orada oturub əlini səsləyir. Onu da eşidir, eşidir. Şərqdə, qərbdə, cənub, şimal, hər yanda, yəni eyni anda dünyada 100.000 nəfər səslənsin, hamını eşidir. Deməli, hər yanda hər kəsi eşitmək kimə xasdır? Allaha xas olan sifəti verdi məxluqa. Və huvə ma'akum eynəmə kuntum, vallahu bimə tə'məlunə basir. Siz haradasa Allah oradadır və bütün etdiklərinizi görəndir. Bu Allah subhanət hələ xas sifətdir. Və iddia etmələri ki, imamlar qeybi bilir. Hansı ki deyirlər, Əli deyib ki, mən deyir, göylərin yollarını, yəni qeyb yollarını Küfənin küçələrindən yaxşı tanıyıram. Bu, yəni xaliqi, daha doğrusu məxluqu xaliqə bənzətməkdir.